Dəyərli Bakıxanov sakinləri, bu evi səhifəmdə yerləşdirmişəm, izləyicilərim bilir. Evi ikinci dəfə təqdim etməyimizin səbəbi var. Evin qiymətində əməlli başlı indirim olunub. 395.000 manatdan 365.000 manata gördüyünüz bu villamız qiymətdə düşüb. Dostlar, ev yerləşir 213 nömrəli məktəbin yanı, ərazidə yaşayanlar buranı yaxşı tanıyır. Mərkəzi yola da çox yaxındır. Hər iki tərəfdən mərkəzi yola yaxındır. Hər iki tərəf deyəndə, yəni Bakıxanov Ticarət Mərkəzindən üzü Qaraçuxura gedən yol, bir də ki, Bakıxanov Ticarət Mərkəzinin arxa yolu, yəni Arablinka yolu. Evin yerləşmə yerinə söz ola bilməz. 2 mərtəbəli evdir, 6 otaq, hardasa 300 kvadrata yaxın. Gördüyünüz kimi üzü ağlaydı, kim alsa Allah xeyir versin, həqiqətən çox gözəl evdir. Evin, belə deyim də dostlar, daxilini də göstərəcəm. 2 dənə evdir burada. Qoşa evdir, kim istəsə qohum, dost, yoldaş alıb 2 dənə evdir. Yəni yanbayan ev ala bilər. Evin, belə deyim də dostlar, hər iki tərəfinə fırlanmaq mümkündür. Həyəti tam etdi, mərkəzi kanalizasiya sistemidir, jalüz qapı pultuna. Yəni qapını da göstərək qardaş. Evi bir dənə üzdən göstər, bahalı karisli pəncərələr, ağlaylanıb, qəşək. Dörd bir tərəfinə də fırlanmaq mümkündür. Qabağında belə bir terası var dostlar. Yəni operatorumuz göstərsin. Üstü bağlı, navesli, qəşəng bir dənə terasımız var. Evin həyətində, dəyərli izləyicilərim, ağac əkməyə də yerlər qoyulub. Alan adam istəsə ağac da əkə bilər. Dostlar, evin həyəti haqqında bu qədər. İndi istəyirəm evin daxili ilə sizi tanış edeyim. Qiymət 30.000 manat düşüb. Bura evin giriş hissəsidir. Döşəməsi parketdir. Çox qəşəng evdir, həqiqətən Allah xeyir versin. Baxın, birinci mərtəbədə neçə otağımız var. Uzun bir dənə, dəyərli izləyicilərim, 6 metrə yarımlıq koridor hissəmiz, koridor sistemli evdir. Qapıdan girərkən solda bir dənə mətbəxtimiz. Mətbəxtin yerinə qədər qoyulub gördüyünüz kimi, xəttlər hamısı hazırdır. İndi zalımızı göstərəcəm. İnşallah mən zala da baxaq. 30-35 kvadrat ölçülərə sahib olan belə geniş zal hissəmiz var. Zalın qoşa pəncərəsi var dostlar. Patoloqu görürsünüz, çox qəşəng işlənir. Aboy seçimləri, qapı, hamısı ağ rəngdədir. Digər tərəfdən göstərək. Qoşa pəncərədir, hər iki pəncərə öz həyətinə baxır. Ağ qapılardır, ağ aboylardır, aboy seçimləri, evin təmiri bir-birini tamamlayır. Bizim mərtəbədə olan kiçik bir dənə yataq otağımız var. Kiçik belə bir yataq otağımız var, 15-16 kvadrat ölçülərə sahib. Burası bizim birinci mərtəbəsinin sanuzeli sanitar qovşağı. İndi dostlar, qalxıram evin ikinci mərtəbəsinə, izləmədə qalın, ikinci mərtəbəni təqdim edəcəm. İkinci mərtəbəyə qalxan pilləkənlər hamısı mərmərdir, gördüyünüz kimi. Daxili hündürlüyü 3 metrə 20 santimdir, yəni 3 metrədən artıqdır. İkinci mərtəbədə belə bir xol hissəmiz var, operatorumuz göstərsin. Haradasa 4 metrəlik xol hissəmiz var, koridor sistemlidir, ikinci mərtəbədə. Burada bir dənə otağımız, haradasa 18 kvadrat ölçülərə sahib, belə bir yataq otağı. İşıq xətti, dəyərli izləyicilərim, hər iki mərtəbədə ayrı, yəni görürsünüz, hər iki mərtəbənin özünə məxsus işıq xəttləri var. Bura ikinci mərtəbənin bir yataq otağı, birini göstərdik, bura ikinci yataq otağımız, pəncərəsi həyətinə baxır. Buradan eyvana çıxışımız da var. Budmanı belə deyim də, balaca bir dənə eyvan hissəmiz də var. ...213 nömrəli məktəbin həyətinə baxır. Evin qarşısı açıqdır, gün vuran evdir. Dəyərli izləyicilərim, 4 ədəd yataq otağımız var. İkisini göstərmişəm, buranın işığı yoxdur. Yəni göstərək, kənardan göstərir qardaş. Burada ikinci mərtəbənin balaca bir yataq otağı. Otaqların ölçüləri çox gözəldir. İkinci mərtəbəyə məxsus sanuzeli sanitar qovşağımız. Aksesuarlar yoxdur. Alan adam aksesuarları qoyacaq inşallah. Yəni ev hazır bir evdir. Və dediyim kimi 395.000 manatdan 365.000 manata evin qiyməti düşüb, dəyərli izləyicilər. Məncə bu yaxşı fürsətdir, qiymət yaxşıdır. Bakıxanov qəsəbəsində çox gözəl bir yerdə yerləşir, Brent ərazilərdən biridir. Buradan dostlar, Neftçilər metro stansiyasına cəmi 7-8 dəqiqəlik məsafə var. Ətraf hamısı villalardır, hündür mərtəbəli bina yoxdur, yəni evin həyətinə baxan hündür mərtəbəli bina yoxdur. Sənədləri soruşsanız dostlar, paket qubcadır.
3 sotun üstündə də evimiz. Dediyim kimi 4 bir tərəfinə fırlanmaq mümkündür. Paket kupça, torpağın da, evin də kupçası var. Evi ipoteka yolu ilə də almaq mümkündür. Kupça, texpasport bütün sənədlər qaydasındadır. Dostlar, 365 min manat. Əgər real alıcı olarsa, qiymətli ev sahibi ilə razılaşma olar. Dəyərli izləyicilərim, videolarımızı izlədiyiniz üçün təşəkkür edirəm. Videolarımızı izləyib kanalımıza abunə olmağı unutmayın. Sağ olun, var olun. Evlərdən birini təqdim etdik. O da ikinci evdir. Evlərin daxili eyni təmir. Ona görə də sizin vaxtınızı almayacağım. Bu da ikinci evimiz. Təmirlər eynidir, həyət eynidir. Yəni 3 sotun üstündədir. Bu da ikinci evimiz. Biraz proyekti fərqlidir, eyvan hissələri. Amma təmir eynidir dostlar. Ona görə də bu evin içini göstərməyəcəm. Tam təmirli vəziyyətdə 4 bir tərəfinə fırlanmaq mümkündür. Üzü ağlaylıdır. Hər iki ev tam şəraitli, tam təmirli, paket kupçalı evlər. Dediyim kimi dostlar, kim istəsə yaxın qohum, dost, yoldaş, yəni bu evləri ala bilərsiniz dəyərli izləyicilərim. Bu evin qiymətində də 395 min manatdan 365 min manata endirim olunub. Gördüğünüz kimi 4 bir tərəfinə də fırlanmaq mümkündür. Stil sistemi kombidir, qaz, işıq, su daimidir. Sənədlərdə paket, kupça. Dostlar, hər iki evi səhifədə yerləşdirmişəm, təmirləri eynidir dediyim kimi. Kim istəsə, maraqlansa, nömrəmiz səhifədə var. Buyurub əlaqə saxlaya bilərsiniz.